Salamlayıram hər kəsi, mən Şəfəq Məmşova riyaziyyat müəllimi. Bu videoda Ələddin müəllimin kitabından, funksiyalar bölməsindən iki test nizamını sizinlə paylaşmaq istəyirəm. Birincisi 83 nömrəli misaldır. Burada deyir ki, y bərabər fx funksiyasının təyin oblastı -1, 2 parçasıdır. Y bərabər f modul x-3 funksiyasının təyin oblastını tapın. Y bərabər fx funksiyasının təyin oblastı -1, 2'dir. O deməkdir ki, y bərabər fx funksiyasında x'in alabildiği qiymətlər -1, 2 arasındadır. Yəni x -1 ilə 2 arasındadır. Bizdən soruşur f modul x-3. Gördüğünüz kimi burada x'in yerine bizdə nə durub? Modul x-3. Yəni x'in yerine yazacağım mən modul x-3. Nə etməlidir? -1 ilə 2 arasında olmalıdır. Əlbəttə ki, modul -1'dən onsuz da böyükdür. Lazımdır ki, modul x-3 kiçik bərabər 2 olsun. Buradan alalım ki, x-3 ilə bir dəfə 2'ni toplayaq. x-3'dən bir dəfə də 2'ni çıxaq. Kiçik bərabər 0. Buradan alalım ki, x-1, x-5. Bu minusdur. Kiçik bərabər 0. Bu bərabərsin həllər çoxluğu da daha doğrusu 1 ilə 5 arasında. O da A variantında. Növbəti misalımız 84 nömrəli misaldır. Burada ise deyir ki, y bərabər fx funksiyasının qiymətlər çoxluğu -4 parçasıdır. Y bərabər 2'də 1 modul f3 x-1 funksiyasının qiymətlər çoxluğunu tapın. Əvvəla onu deyim ki, fx funksiyasının qiymətləri çoxluğu ilə f ax plus b funksiyasının qiymətlər çoxluğu eynidir. Niye? Çünkü burada ax plus b şəklində olmağı funksiyanın arqumentin funksiyanın sadəcə olaraq x oxu boyunca sürüşməsi deməkdir. Yəni onun qiymətlər çoxluğuna heç bir təsiri yoxdur. Misalımızı qayıtsaq, deməli fx funksiyasının qiymətlər çoxluğu, yəni fx'in özü -2 ilə 4 arasındadır. Yəni f3x-1'in də özü -2 ilə 4 arasındadır. Bunu modulda yazsaq, çünki bu moduldur burada. Modula salsaq, modul f3x-1 nə olacaq? Təbii ki, 0 ilə 4 arasında olacaq. Çünki orada mənfi olmayacaq modul. Və onu da 2'də 1'ə vursaq, hər tərəf 2'də 1'ə vursaq, alacaq ki, 0 kiçik bərabər 2'də 1 modul f3x-1 kiçik bərabər 2. Yəni, y-in aldığı qiymətlər çoxluğu, yəni axtarılan y-in qiymətlər çoxluğu 0 ilə 2 arasında, 0-2 parçasında. Yəni, o da B variantında olacaq. Sağ olun, növbəti videolarda görüşərik. Videonu bəyənin və paylaşın. Sağ olun.